deyirsiniz ki, o vaxtı bir-birinizi sevmişsiniz. Hə, İndi həmən o sevgi gənclər arasında var, yaşayır. Sevgi var ümumiyyətlə neçə devirdə? Var. yoxdur. Var. Mən deyim yoxdur. Var. Uşaq vaxtı burada çimirdiniz də yəqin ki. Daimi. Biz demək olar ki, bu kürdə böyümüşük. Onda da boğulmalar belə çox olurdu, kütlər Yox, olurdu. onda bilirsiniz necədir? Onda insanların məşğuliyyəti telefon dövrü idi. Ölü öləndə kətdə qoyurlar maşına gətirirlər burada. Hazır olur, yuyulur. Buradan da İstifadə olunur burada əlbəttə olur. kütləri. Bəli. Çünki adətən belə bir inanc var ki, hər öz həyətində kəfənlənməli, Bizim yuyulmalı. kənd bura gətirir. Abdüləziz müəllim, burada su var, kür var, burada meşə var, Tuqay meşələri. Şair burada nə deyər? Şair burada kürlə olan xatirələrindən danışar. Mən uşaqlığım bax elə bu kürün sahilində keçib. Bax bu kürdə o da mən çinmişəm ki, o da üzmüşəm ki, bu kür o da keçmişəm ki. Və hətta mənim bir təklifim də olub, mərkəzi televiziyada çıxış eləmişəm ki, bax bu Tuğay meşələrində gözəl bir istirahat zonası yaratmaq olardı vaxtında. Bəlkə də indi də yaratmaq olar. Çağrı kəndin sevilən yeməkləri hamısı bu süfrədədir, stoldadır. Burada yeməklər haqqında bizə məlumat verin, zəhmət olmasa. Kətə artıq bu bizim milli yeməklərimizdəndir. Dədə-baba, yəni qədim yeməklərdəndir ki, bax kətə bişirir, kətə hazırdır. Yəni öz kənd tərəssidir. Ondan sonrasında yəni öz xanımımızın hazırladığı yeməkdir. Aşdır, milli xörəklərimizin bir nümunəsidir. Burada çolpa çox fərqli bir şəkildə bişmiş bir çolpadır. Yəni çəpər çolpası şöhrət tapıb.